Salam dostlar, Nicat Xaç kanalına xoş gəlmisiniz. Bugün avtomobil dünyasının əfsanələrindən biri olan BMW-nin necə yarandığını danışacağıq. BMW sadəcə maşın deyil, bu 100 ildən artıq tarixi olan bir Alman mühəndislik simvoludur. BMW-nin tarixi 1916-cı ildə Almaniyanın Bavariya bölgəsindən başlayır. Şirkətin ilk adı Bayerische Flugzeugwerke. Bu şirkət ilk vaxtlar avtomobil yox, motosiklet də yox, təyyarə mühərrikləri istehsal edirdi. Yəni BMW-nin kökü birbaşa aviasiya və hərbi sənaye ilə gedib çıxır. BMW-nin adı haradan gəlir? 1917-ci ildə şirkətin adı dəyişdirilir və bu ad qəbul olunur. Bayerische Motorenwerke, yəni BMW, mənası Bavariya mühərrik zavodları. Şirkətin mərkəzi isə Münxendir, Münxen şəhəri. BMW-nin loqosundakı mavi və ağ rənglər Bavariya bayrağı, dairəvi forma isə fırlanan təyyarə pərəsidir. Yəni loqo BMW-nin aviasiya keçmişi simvolizə edir. Birinci Dünya müharibəsindən sonra Almaniyaya təyyarə istehsalı qadağan edilir. Bu BMW üçün böyük problem yaradır. Şirkət məcbur qalır mühərrik yerinə mətbəx avadanlıqları, daha sonra isə motosiklet mühərrikləri istehsal etməyə. 1923-cü ildə BMW ilk motosikletini təqdim edir. BMW R32. Bu motosiklet çox etibarlı idi. Almaniyada böyük uğur qazandı. BMW-ni yenidən ayağa qaldırdı. 1928-ci ildə isə BMW ilk avtomobilini istehsal edir. BMW Dixi. Bu avtomobil kiçik, ekonom, şəhər üçün ideal idi. Bu andan sonra BMW avtomobil istehsalçısı kimi tarixə düşür. İkinci Dünya müharibəsi zamanı BMW zavodları bombalanır, istehsal dayanır, şirkət iflas həddinə gəlir. BMW hətta satılmaq təhlükəsi ilə üz-üzə qalır. 1960-cı illərdə BMW tarixi xilas edən modelini buraxır. Neue Klasse. Bu seriya sport plus komfortu birləşdirirdi. BMW-nin bugünkü imicini yaratdı. Şirkət tam iflasdan xilas etdi. Məhz buradan sonra BMW fəlsəfə yarandı. BMW özünü belə tanıtdı. Freude am Fahren, mənası isə sürməkdən zövq almaq. Bu şüar BMW-ni digər markalardan fərqləndirirdi. 1970-ci illərdən sonra BMW-nin 3, 5 və 7-ci seriyaları BMW-nin premium, sport və prestijli avtomobil brendinə çevirdi. Beləliklə dostlar, BMW-nin hekayəsi belə başladı. Təyyarə mühərrikindən motosikletə, oradan da əfsanəli avtomobillərə. Əgər bu cür avtomobil tarixləri xoşunuza gəlirsə, videonu bəyənin. Nicat Xaç kanalına abunə olun və növbəti hansı markanı istədiyinizi yazın.